Öz biznesimi qurmaq istəyirəm, birinci hissə. Uzun bir zaman idi ki, biznes qurmaq istəyirdim, amma bu müddətdə nə edəcəyimə qərar verə bilmirdim. İlk öncə ağlımda olan tipik biznes sahələrini fikirləşdim. Lakin buna başlamaq üçün əlimdə yetərli kapital yox idi. Azərbaycanda minimum məbləğlə maksimum risksiz biznes qurmağın yollarını araşdırdım. Belə sahəni də təbii ki, tapa bilmədim. Və ağlımda olan biznes sahələrini qurmaq üçün də yetərli pulum olmadığına görə hər birinin üstündən xətt çəkib reallığa yönəldim. Bir də gördüm ki, mən belə düşünə-düşünə artıq bir il keçib. Bəs mən nə etmişəm? Heçsə. Böyük bir boşluq. Fikirləşdim ki, ilk növbədə özümə məqsəd qoymalıyam. Özümə maraqlı olan sahələri düşünürdüm və elə bir sahə axtarırdım ki, həm mənim özümə maraqlı olsun, həm insanların ehtiyacı olsun, həm də gələcəkdə inkişaf etdirə biləcəyim bir iş olsun. Belə düşünəndə özümə həmişə maraqlı olan survival, yəni sağ-qalma sahəsi ağlıma gəldi. Bu sahəyə həmişə marağım oldu. Əlaltı vasitələrin və müxtəlif survival məhsullarının insanlara bir çox vəziyyətlərdə kömək edə biləcəyini həmişə düşünürdüm. Amma qərar vermək heç də asan olmadı. Çox tərəddüd edirdim. Nəhayət 2026-cı ilin iyun ayında qərarımı verdim. Bəli, başlayıram. İlk etdiyim şey isə məhsul almaq olmadı. Əvvəlcə məqsədimi və planlarımı dəftərə yazdım. Sonra hər şeyi addım-addım sistemləşdirdim. Nəyi əvvəl eləyəcəm, nəyi sonra eləyəcəm, hamısını planlaşdırdım. Artıq məqsədim bəlli idi və planımı hazırlamışdım. Araşdırdıqca isə başa düşdüm ki, bu işi sadəcə məhsul alıb satmaq kimi görmək olmaz. Mən bunun üçün ayrıca bir brend yaratmaq istəyirdim. Buna görə biznesə uyğun bir ad düşünməyə başladım. Ad elə bir şey olmalı idi ki, fəaliyyət göstərdiyim sahəni ifadə etsin, yadda qalsın və gələcəkdə bu adın altında müxtəlif məhsullar təqdim edə bilim. Bir müddət düşündükdən sonra Survival Zone adında qərar verdim, yəni sağ-qalma zonası. Bu adı insanlara vizual olaraq tanıtmaq üçün bir logo da lazım idi. Logo üzərində işləməyə başladım. Müxtəlif variantları düşündüm, dizayn formalaşdırdım və nəticədə Survival Zone üçün istifadə edəcəyim loqonu hazırladım. Beləliklə artıq sadəcə beynimdə olan bir fikir yavaş-yavaş real bir brendə çevrilməyə başlayırdı. Ad var idi, loqo var idi, plan var idi. Amma hələ məhsullar yox idi. Çünki bir problem var idi, bu işə böyük kapitalla başlamırdım. Başlayanda cəmi 200 manat pulum var idi. Ona görə də hər addımı əvvəlcədən düşünməli və pulu mümkün qədər düzgün istifadə etməli idim. Qarşımda bir çox suallar var idi. Məsələn, məhsulları hardan ala bilərəm? Hansı məhsullar insanlara lazım ola bilər? Bu məhsulları kimlərə təqdim edə bilərəm? Bazarda vəziyyət necədir? Bunların hamısını öyrənməli idim. Araşdırmadan sonra ən vacib mərhələlərdən biri qarşıdaydı. Məhsulları tapmaq və mümkün qədər düzgün qiymətə almaq. Dostlar, bunun üçün isə ilk növbədə bazarı yenidən görmək və məhsulların harda satıldığını öyrənmək lazım idi. Və beləliklə Survival zonanın qurulmasına ilk real mərhələ başladı. Bazarı araşdırmağa başladım. Amma bu araşdırma məni hara aparacaqdı? Bunu isə sizə dostlar növbəti hissədə göstərəcəm. Əgər bəyəndinizsə kanalımı izləyib abunə olmanızı və videonu bəyənmənizi sizdən xahiş edirəm. Təşəkkürlər.